Türkiyədə sosial mediadan istifadə ilə bağlı mühüm qərar qəbul olunub. Yeni qanuna əsasən 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Ölkə başçısının fevralın 27-sində imzaladığı sərəncam uşaqların rəqəmsal mühitdə qorunmasını gücləndirməyi hədəfləyir. Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir. Qardaş ölkədə sosial mediadan istifadə ilə bağlı yeni qaydalar qüvvəyə minib. Mövzu son günlər orada baş verən hadisələr fonunda daha da aktuallaşıb. Şanlıurfa və Kahramanmaraşda məktəblərdə qeydə alınan silahlı hücumlar, rəqəmsal mühitdə yayılan zorakılıq və aqressiya meyillərinin real həyatda təzahürü kimi qiymətləndirilir. Yeniyetmələrin, gənclərin ayrı-ayrı terror qruplarına cəlb edilməsi, onlara faktiki olaraq insanlıq əleyhinə olan ideyaların təbliğ olunmasında təbii ki, sosial şəbəkələr və digər kommunikasiya vasitələri də önəmli yer tuturlar. Əlçatan olduğu üçün ideoloji cəhətdən hələ möhkəmlənməmiş, yetkinləşməmiş insanları təsir altına almaq asan olur. Azərbaycan da bu istiqamətdə addımlar atır. Dövlət başçısının fevralın 27-sində imzaladığı sərəncama əsasən uşaqların rəqəmsal mühitdə qorunmasını gücləndirmək hədəflənir. Sənəddə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi də daxil olmaqla bir sıra mühüm məsələlər əksini tapıb. Azyaşlı uşaqların, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin nəzarət altına alınması və eyni zamanda valideynlərin də bu prosesdə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı da müvafiq qanun layihələrinin qəbul edilməsi istiqamətində addımlar atılacaq. Müvafiq qadağalar və müvafiq məhdudiyyətlərin qoyulması ilə bağlı addımların atılması əlbəttə gələcək nəslin inkişafı üçün, gələcək nəslin qorunması üçün ən vacib, ən ümdə məsələlər kimi diqqəti cəlb edəcək. Rəqəmsal mühitdə nəzarətin gücləndirilməsi artıq zərurətə çevrilib. Qeyd edək ki, sosial mediaya nəzarətin gücləndirilməsi yalnız Türkiyənin gündəmində deyil. Bir çox ölkələr artıq bu sahədə konkret addımlar atmağa başlayıb. Şəhla Poladova, Samir Qasımov, Xəzər xəbər.